Sağ necədir. Biz keçən o qabaqda bir dənə ev var idi. Bildiyiniz kimi onun videosunu ilk part 1-ini və part 2-sini çəkmişdik dostumla. Bəli dostlar. İndi isə başqa bir evə gedirik. Bu ev haqqında deyilənlərə görə bu ev həqiqətən cinlərlə doludur və Bəli dostlar, bir dostum demişdi ki, bu evdə çox cin vardı. 3 dənə cin var və bu evə artıq giriş edəcəyik. Bu səfər kameranı dost çəkir. Yəni yer dəyişikliyimizi. İndi əvvəlləri dostlar elə bil kameraçımızın adı Suna idi. Mənim də adım bilirsiniz də kameramın adını. Nəysə. Deməli dostlar, mənə verdi ki, kameranı mən çəkim bu gündə. Deməli dostlar, həqiqətən də bu cinlər vardı, amma saldıran cinlər şeydir də, əpləşən cindər. Qızışdırmaq olmaz da bunları. Biz bu məhəllədə çox qalmışıq deyə. Bu cinlər yavaş. Bismillahirrahmanirrahim. Elhamdülillah. Yeşillə çəkdi. Oradan yetişi sağ. Dostlar. Bunu bilmirik nə təkcə. Mənə bir dənə şey ver. Bu şey deyil. Bu nədir? Qorxuludur məncə də. Dayan, hələ girişi keçə bildik, qaldı bir də qorxulu olmalı. Bu şey tapar. Kameraman qəşət. Tamam. Bir bunun arasından çeşmə var. Amma çəkmə. Sənə verəcəm kameranı. Sonra. Dayan, bir dəqiqə. O çubuğu götür, Kameranı mənə ver. Mənə ver, dayan. Sən keç. Dayan. Sən keç. Taxtan ver mənə. Sən keç, sonra mən keçsin. Çünki mən biraz keçsiz keçəcəm. Nədən bu evdən elə bil uşaqlar baxır. Hadi. Hərdən hələ gəlir. Sən də bunu çək belə. Kameran qoyura. Yox, kameranı götürə bilməyəcək sonra. Nə deyirəm? Bura bax. Bu da buradan. Buradan arasından keç. Oradan tikan çox yoxdur. Oradan rahat keçə bilərsən. Keçə bildin? Yaxşı, tut kameranı. Gəl. Dostlar gördüyünüz kimi həyatı birazdan göstərəcəyik. Amma yaşayışa oxşayır aslında. Yaşayışa oxşamır, səncə? Bax hələ. Böyükdür. Baxın dostlar. Yəni burada həqiqətən əvvəl kimsə qalardı. Hətta biz bu evə girmişik qonaq olaraq. Mən əvvəlləri bu evə girməmişəm, amma eşikdə burada bizim yaxın bir dostumuz var idi. Velosiped düzəldirdi özü, çox qəşəng düzəldirdi. Amma abdi ələtləri halı qor. Dostlar, uyuma, gözümə girdi. Sən bunu nə şöyləyən də? Görürsünüz dostlar, taxtanın üstünə bax. Kameranı ver mənə. Kameranı ver mənə. Dostlar, bu səfər girişi mən elədim. Burada da var. Bilirəm, bu nədir? Buna bir dəncə birinci baxaq. Amma yəqin quyuza sular da. Hə, yəqin ki, üstün bağlayıblar bunu. Daş, hər şey var bunun üstündə. Bu məhəllənin çox belə hekayələri var, amma nəsə. Yaxşı, gəl. Yavaş girişə gedək də. Dostlar, yarısın. Evimiz belədir, dostlar. Tam girə biləcəyik içəri. Girərik. Ay, sən can balkona getmə. Da balkonda pisdir. Elə əsas balkonda. Aşağı tərəflər çox qorxunçdur. Bax hələ. Balkon qırıqdır. Valla balkonun altı yoxdur. Biz oranı tərə çıxacağıq. Dostlar, kameradan görünür, bilmirəm. Valla altı yoxdur. Ora nə təcələr? Amma nəsə də. O gəbarağı uğrayaq da. Bayrağın altı yoxdur. Yavaş gedək. Qapıda nəsə yazılır. Yaxşı, gəl. Yaxşı, Quran sözü yazılır, onda heç nə olmaz, gəl. Artıq yavaş gedək. Birinci Quran oxuyaq gedək də. Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillah. Rabbil aləmin. Qapı bağlı olacaq, tək olunub. Murad, bir əmrə baxa bilərsən. Sən canım, tək edilmiş evin qapısı açıq ola bilər.
O birisi üçün niyə açıq idi? O birinci bəziləri açıq idi. Taliti də tapaqlamağa kilit almazdı da yəni. Nəysə getdik. Talitdə cincinə bax kesin nəysə. Get. Ay yavaş get. Bunun harası qorxur? Biz arxacı işdən girdik. Bura çətin olur da bir dənə olmalı. Nətər sağırmaq olur? Bir dənə də qapı var. Sən musallat olmaq istəyirsən deyəsən. Cınar sən musallat olmağını istəyirsən. Qorxan uşaq olmaz da. Musallat olur. Murad. Cici danışma da. Nəysə gəl. Ay qorxma Ay qoyub bir dənə də qoyub. Xəstə. O izbir. Dedim qorxdum ha. Dedim nəsə var ya. Xalça zat var Xalça bir dənə bax qapının girişinə. Bax da pilləkən qabağına ha. Qoquşdan ağıllı başlı evləri var imiş ya. Ama bayağı bir de böyükdü ya. Dayın. Nəsə içərdən səs gəldi. Qırıltılı. Da. Oy. Ay qaç. Nəsə vurdu? Dayan. Çox qəribə səs gəldi. Çıx. Qorxulu səs gəldi. Giriş etdik sizin üçün. Amma qorxuluydu. Qorxulu səs gəldi. Qırıltılı səs gəldi. Dostum desə mən bilmədim. Nəsə səs gəldi. Mən sonra qorxudan dilimi itirəcəkdim az qalsın. Çox qəribədir. Gözümüzə bax hələ. Vay, gözümüz qorxu doluydu. Sən cansan. Sən səsi eşitdin qırıltılı belə. Hər bir qorxulu evin girişində niyə belə bir şey olmalıdır ki? Biz Quran oxuduq, niyə belə şeytan çıxdı? Deyirəm da, içində bunun 2-3 dənə ruh var. Ailə qrupları içərdə bunlar. Yaxşı dostlar onda. Yaşayanlar bəlkə elə bu evi tərk edib. Əvvəlləri yəqin burada uşaq olublar bunlar yəqin. Yəqin ataları ölüb. Ona görə də onların önünü özləri yaşayıb da bəlkə belə olur bəlkə. Yaxşı dostlar, onda biz videonu bağlamalıyıq. Əgər bu videoya qəşəng like sayısı gəlsə. Baxın dostlar, söz veririk. Sizi qırmamaq üçün eləyirik. Amma nə olar, zəhmət olmasa, gedin o qırmızı tuşa basıb və o like tuşuna basın. Bizim istəyirsiz sadəcə sizdən bir yorumları bir şey gəlsin. Yaxşı, artıq biraz da girsək, biraz da qızışdırsaq. Altın qoyma ehtimalınız %100'dür. Ona görə də artıq məncə çıxış etmək lazımdır. Amma çox girsəydik, Sunay, bizə musallat ola bilərdilər. Musallat olmaq heç, yəni ailəyə musallat olmaq pisdir əslində. Nəysə dostlar, burada biz videonu bağlayırıq. Əgər videomuza 50 like gəlsə, əgər hələ ki hədəfimiz 50-dir, 50 like gəlsə, bunun ikinci bölümünü çəkəcəyik, yəni dibinə qədər getməyə bu səfər çalışacağıq. Yox dostlar, yox, ölsəniz, cinlərə musallat olarıq, Qurana dakika. Mən deyirəm, mən bir də girmərəm. Qalat eləyərəm, bax, Quranı Kərim haqqı girmərəm. Dostlar, özü deyir də, yəni like atsanız yəqin ki girəcək. Yəni özü deyir də, o həmişə hələ deyir, amma sizi qırmır. Ona görə atmasaz əgər, atmasaz həqiqətən girməyəcək. Çünki bu qədər əziyyətimizə haif olmamalıdır. Biz sizi qırmırıq, amma siz bizim üçün qırırsınız. Çünki siz bizə abunə olub və yorumlarda bir şey yazıb və like atmırsınız. Buna görə də bunu, amma bu səfər atasız. Çünki bizim like'ımız səviyyəmiz görək nə qədər olacağını bildirməliyik. Yaxşı dostlar, artıq burada çıxış eləyirik. Həqiqətən çox qəribə bir giriş oldu, qəribə səslər eşitdi. Yox, artıq videonun çox uzun oldu, zaten girdik, çıxdıq. Yəni burada kəsirik. Bunun ikinci videosu gələcək, 50 like atsaz. Sağ olun, salamat qalın dostlar.